Lerikdə kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Livedirqə kəndində baş verib. Kənd sakini 59 yaşlı Vaqif Ayazəlioğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən təqribən 3 metr hündürlükdən çay daşları üstündə yıxılıb. O aldığı xəsarətlərdən ölüb. Atam səhər saatlarında yatdığı otağın pəncərəsindən ehtiyatsızlıq səbəbindən yerə düşüb və yerindəcə keçinmişdir. Biz evdəkilərin səs-küyünə ayıldıq ki, bəs atamız dünyasını dəyişib. Pəncərədə pərdə vardı, hətta düşəndə ondan da çəkib dartıb, amma ki, əfsus. Həyatda plastik oldu mümkün oldu. Xeyr. Yerində də keçirmişdi, hə? Bəli. Düşdüyü yerin hündürmü yeri? Bəli, bəli. Düşdüyü yerin. Bəli. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.